Salam, hər vaxtınız xeyir olsun. Əziz futbol azarkeşləri, dəyərli futbol sevərlər. Koroğlu Sport Seyidma meydançasından sizləri salamlayırıq. Məhz 9 liqasında 9 yaşlardan ibarət Respublika çempionatı maraqlı bir qarşılaşma bizi gözləyir. Hansı ki meydanın sol tərəfdə, süb sağ tərəfdə isə Sabah kollektivi yer alır. Oyun özəri iki komandaya uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. Ümid edirəm maraqlı və məhsuldar bir oyunun şahidi olacaq. Qarşılaşmada qalib tərəf kim olacaq? Süb yoxsa Sabah? Sabah oyuncular top ələ keçirmək istəyib. Endirilən zərbə Heydər Paşazadə. Zərbədə keçid vermədi. Danyar Bayramov qatılan zərbələ top oyuna daxil etməlidir. Qarşılaşma yeni başlayıb. Elə ki, qolsuz bərabərlik var. Tunaur. Qarşılıqlı mübarizə izləyirik. Yusuf Ağayev uzaqlaşdırmaq həmləsi edib. Pressing edir süb oyuncuları belə keçirmək üçün. Süb oyuncular nəzərət altında top meydanı tərk edir. Meydandan sol tərəfdə qırmızı formada süb, sağ tərəfdə qara formada Sabah çıxış edir. Bu 9 liqasına 9 yaşlardan ibarət Respublika çempionatı Koroğlu Sport İdman meydançasında məhz komandalar üzləşir. Görüşdə isə ikinci dəqiqə oyun almaqdadır. Ekranımızı bəyənək, dostlar, qardaşlar, 200 nəfəri ekranımızı bəyənək və paylaşaq ki, gənclərimiz daha çox kütlə qarşısına çıxsın, daha çox şəxsizləsin, onları zəhmət olmasın. Daniel Bayramov indi top oyuna daxil etməlidir. Arkasında deyən Abdullah. Xeyr, bu görüşdə Süb və Sabah hələ ki qarşılaşmada qolsuz bərabərlik var. Yenicə başlayıb görüş. Yusuf Ağayev Cina doğru daşıdı. Polad Camalzadənin qarşı kəsildi. Top eləməz Poladda meydan tərk etmişdi. Halda cəmlələr qənimət geri çəkildi. Qənimət bax Şalizadə daxil etməyə bacarmışdı. Tunar. Tunar Bəşirli onun qarşı kəsilir. Out. Minnətdaram var olun. At süpündü. Elə ki başa-baş bir oyunu şahidik. Görüşdə tilsim qırılmayıb. Qapının kilidi açılmayıb. Qolsuz bərabərliyi ilə mübarizə davam edir. Sabahın qapısı top ələ keçirdi. Sıtırma ilə başladılar. Gel de ora bak, oyuna bak. Kemal Bayramovun yetirmələri nə edəcək? Açıl dikkatli Polat. Yusuf biraz sola çekil. Yaxşılayın. Yusuf Ağayev. Düş. Gəlmə. Ədalət təmsilçisi deyəsən burada qayda pozuntusu qeydə alır. Fasilədə vaxtda bəhs edə bilərəm. Hələ ki bir qədər görüşə nəzər yetirək. Bugün bir-birinə maraqlı oyunlarda olacaq. Xatırlatmaq istəyirəm, məsələ yaranmış bu boşluqda. Bir də xatırladım gələnlər üçün Koroğlu Sport İdman meydançasındayıq. U9 liqası 9 yaşlardan ibarət Respublika çempionatı Süb və Sabah komandalar üzrədir. Qarşılaşmada hələ ki qolsuz bərabərlik var. Qənimət Sübün həmləsini izləyəcəyik. 3 dəqiqələrdən Qənimət istəkli görünür. Apardığı mübarizə ilə bu söz işlətmək mümkündür. Referi Out'un Sabahın yerinə yetirməsini istədi. Sabahın 8 nömrəli oyunçusunda 6 yerinə yetirdi. Orada Heydərin bir təzyiqi var idi. Tunar ötürməni qarşı kəsdi. Heydər Paşazadə qüvvətli zərbələrə malikdir. Qənimət. Alda cəmlələr. Qənimət Baxşalizadə. Zərbə imkan verilmədi. Təkrar həmlə istəyib. Alınmadı müdafiəçilər. Keçid vermədi. Süb oyuncuları məhz həm də pressing tətbiq edərək Sabahı müdafiədən çıxarmaq istəmir. Heydər, Yusuf Ağayev. Mə qarışıq bir zərbə idi. Kemal Bayramov məhz texniki zonadan. Gəlmət. Düş yavaş-yavaş. Şayəqsi zir tapşırıqlarını verməkdə də hərçənd ki bəzi məqamlarda, iradlarda bildirir. Tunar. Keç. Bitirmə. Malades. Dəqiqələrin təşəbbüsü ələ keçirib süb oyuncular Qənimət. Heydər Paşazadə. Sol cinal çəkmək istədi. Pressing var. Yusuf Ağayev uzaqlaşdırmaq olar. Heydər. Qarşılıq mübarizə izləyirik. Tunar. Yusuf uzaqlaşdırmaq lazımdır. Endirilən zərbə. Təzyiq etdi Sabah oyuncuları və müdafiə edilən səhv. Sabahın 15 nömrəli oyuncusu topu qapıdan keçirir. 1-0. Koroğlu Sport İdman meydançasında U9 liqasında Sabah artıq
minimal hesablı öndədir, Süp önündə. Tunar Bəşirliyim. Görək Süpün buna cavab olacaqmı? Tunar yaxşı irəlidir. Tabii rəqibindən yaymaq istəyib. Yaxşı, davam. Çox sağ olun, biz də bütün gənclərimizə, bütün uşaqlarımıza uğurlar arzu edirik. Sıxma Polad. Tunar. Tunar, tələsmə. Tunar, qəbul, düzdür. Tunar, qəbul, yaxşı elə Polad. Gəl Tunar, gəl. Alt yerinə itirməlidir Sabah oyuncusu. Heydərin bir təzyiq var. Topu ilə keçirə bilmədi. Qənimət də bu presinqə qatıldı. Out. Alt süpündür. Polad. Geri ötürmə. Yusif Ağayev. Heydər. Yusif komanda yoldaşını sıx ortaladı. Yusif. Topu da meydandan çıxardı. Qənimət sona qədər oynadı. Döyüşkən mübarizə apardı. Polad Camalzadə indi pressing edir topu qazanmaq üçün. Sabah oyuncusu topu itirmədi. Sağ cinahdan bir ötürmə yaxşı alanda indirilən zərbə. Uğursuzluq. Daniyar Bayramov indi qapma zərbə ilə top hərəkətlik qazandırmalıdır. Paraleldə səhv etmirəmsə Baku Sporting və Bayern komandaları üz-üzədir. Bu görüşdə U9 liqasına 9 yaşlardan ibarət Respublika çempionatına Koroğlu Sport idman meydançasında məhz Süp və Sabah komandaları üzləşir. Sabahın minimal hesablı üstünlüyü var Süp önündə. Sen düş, Fəxri düş. Fəxri düş sen. Qapısını da deyək. Ölçünüz neydi sıfırda Abdullah? Fəxri gel Fəxri. Endirilən zərbə kifayət qədər təhlükələnməkdə idi. Paşazadə mərkəzdən zərbə endirmişdi. Out izləyək. Süp komandası bu dəqiqələri təzyiqi bir qədər artıraraq məhz bərabərlik üçün həmlələr edirlər. Sabahın əks həmləsi başlamadan bitdi. Out. Heydər başlayır. Açıl Tunar. Polad istəyir. Heydər. Yox, Heydər, yox. Bu nədir? Heydər, bu yox. Qəfeslə. Tunar Bəşirli. Belə yaxın. Elə ki, komandalar start heyətlə mübarizəni davam etdirir. Vəziyyətmənə şahid olmamışıq. Qənimət. Sabah 8 nömrəli oyuncusu riskə etmədən top meydandan çıxardı. Qənimətin pressingi var idi. Və bu təzyiq öz bəhrəsini göstərdi. İndi korner qazandılar. Cərimə meydançası səndəvərində də bir neçə Süp oyuncusu mövqü tutub. Görə bu duran top şansını bu standart vəziyyəti necə yerinə yetirəcəklər. 400 nəfər ekranımızı bəyənirik və paylaşırıq. Bir daha da mən bu yaranmış fasilədən istifadə edib xatırladım ki, Koroğlu Sport Seri idman meydançasında U9 liqası 9 yaşlı arasındakı Respublika çempionatı Süp və Sabah komandaları üzrədir. Sabahın görüşdə minimal hesab üstünlüyü var. Bir əksəmlədə topu qapıdan keçirmişlər. Heydər Paşazadə dəqiqələrdən yoxladı. Və standart vəziyyəti korner qola çevirdilər. Hesabdan bəhs edərkən qol gəldi. Daha sonra isə qol sevincini Yusif Ağayevlə birgə kombinasiya edərək nümayiş etdirdi. Heydər Paşazadə 1-1, kartlar yenidən baylanır meydanda. Polad yaxın. Polad. Süp 1, Sabah 1. Artıq hesab bərabərləşsə də zənimcə Sünüz Süpdən yan olacaq. Artıq onlara inam sirayət edəcək kimi görünür. Polad qarşıladı. Heydər Paşazadə. Komandası adına yeganə qolun müəllifi. Ümid edirəm ki, sona qədər belə davam etməyəcək və Süp adına daha bir neçə qolun şahidi olacaq. Tunar Bəşirli, Qənimət Baxşalizadə. Salon 17 nömrəli oyuncu burada qayda pozulmuşdu, bəli. Başla. Devam başla. Ədalət təmsilçisinin gözündən yayınmır. Artıq demək olar ki, ilk hissəni yarılamışıq. Gərək fasilədən öncə hesabda dəyişiklik olacaqmı? Heydər.
Əksəmlə imkan verilmədi Yusif Ağayev. Qarşılıqlı mübarizə izləyirik. Təhlükəli gəldirən indirilən zərbə Daniyar Bayramov. Keçid yoxdur dedi. Real qoldan xilas edir. Ötürmə ilə başladılar Eydər. Riskə getmədən topu alta göndərdi. Alt yerinə itirilməlidir. Eydər diaqonla doğru ötürmə. Tunara düşünmüşdü bu ötürməni. Tunar Bəşirli. Qənimət. Qarşılıqlı mübarizə izləyirik. Həqiqətən də çox maraqlı mübarizəni şahidiyik. Hərçənd ki, hər iki komanda yaxşı mübarizə aparır. Təbii ki, qarşılıqlı qollar da bunu deməyə etibar verir. Bir-biri bərabərlik var. Tunar Bəşirli. Saban 17 nömrəli oyuncusu meydana sonradan daxil olmuşdu. Səhv etməsə oyuna sürətli qatılıb indi. Sol cinahdan əmlə qurulacaq Sabah adına. Burada topu meydanda saxlamaq mümkün olmadı. Texniki zonlu isim hərəkətlər edən oyuncular var məhz. Hər iki tərəfdə artıq Sabah adına vəziyyətmələrini şahid olmuşuq. Amma sübdə hələ ki dəyişiklik yoxdur. Eydər diaqonla doğru ötürmə. Bu da qənimət idi, bir qədər ram etməkdə çətinlik çəkdi. Yusuf Ağayev top özünə irəli buraxır. Alt yerinə yetirildi. Saban 5 nömrəli oyuncusu görə nə edəcək? Geriyə qayıtdılar. Sağ cinahdan əmrə qurulmalıdır. Yəni ötürməsi isə pis alınmadı. Amma bir qədər izafi güclü edilmişdi bu ötürmə. Topa çatmaq mümkün olmur. Bu arada ilk əvəz etmə, ilk dəyişiklik Qənimət Bakşıdalı zədə əvəzlənir sübün heyətində. Onun əvəzinə komandanın 11 nömrəli oyuncusu Camal Rüstəm meydana daxil oldu. Bu vəziyyətmənin komandaya yararı olacaqmı? Son müdaxilə burada. Poladdan gəldi korner. Qısa ötürmə ilə başladılar, amma ardı gəlmədi. Daniyar Bayramov indi. Top hərəkətliyi qazandırmalı bir ötürmə. Camal Rüstəm. Saban 30 nömrəli oyuncusu ilə mübarizə aparırdı. Qalib tərəf Sabah oyunculardı. Qapçıdan soyuqqanlı və inyamlı hərəkətlər. Qapdan zərbə olmalıdır. Daniyar Bayramov. Qarşılaşmada artıq 13 dəqiqəni geridə qoyuruq və bir-birli bərabərlik var. Koroğlu Sport Seri İdman Meydançasında U9 liqasında 9 yaşlar arasındakı Respublika çempionatında Sabah 1, Süd 1. Sağ cinahdan Sabah adına əmlə qurulmalıdır. Orada ötürmə pis alınmadı. Daniyar Bayramov yaxın küncünü bağladı. Korner izləyək. Qarşılıqlı mübarizə izlədik. Saban 77 nömrəli oyuncu da qaldı. Cinana doğru daşıdı topu. Polad Camalzadə rəqibini qarşılamaq istəyir. Polad daxil etməyi bacardı. Uzaq məsafədən endirilən zərbə. Top qapının üzərinə meydanı tərk edir. Çərçivə düşmək mümkün olmadı. Daniyar Bayramov indi bir qədər göz gəzirdi, görə kiminlə oynayacaq. Mərkəzə doğru Eydər düşünmüşdü. Alınmadı. Yusuf Ağayev sığortaladı komanda yoldaşından Daniyar. Eydər. Cinahda ötürmə verdiyi nöqtədə komanda yoldaşı olsaydı bəlkə də fərqli bir sonluq, fərqli bir senari izləyə bilərdik. Stop! Gəldi. Yaman qal. Get. Sabahda yenidən əvəz etmələr baş tutdu. Camal Bayramov isə hələ ki yalnız bir əvəz etmə ilə yadda qalıb.
Məncə kornerdir. Bəli, bəli. Ədalət təmsilçisi də mənimlə həm fikirdir. Köşkdən zərbəni işarə edir. Süp adına daha bir standart vəziyyət olacaq, hansı ki onlar məhz bərabərlik qolunu kornerdən duran top şansına standart vəziyyətdə tapmışlar. Heydər Paşazadə standart vəziyyətdə topla torları qovuşturmuşdu. Daha bir cəhət. Ref tapşırığına da bənziyir. İsmail Əybət çatmadı. Sabah oyuncuları bu ev tapşırığından sanki xəbərdar idi. Tunar Bəşirli. Üstəlik Qazanatov. Zaman Ursan presing edirdi. Tunar da bu təzyiqə qatılmaq istəyir. Sabahın 11 nömrəli oyuncu bir qədər topla irəlilədi. Heydər idi müdaxiləni edən. Referi bildir ki, top Sabah oyuncularına meydan tərk edib. Ara ötürməsi. Zamala çatmadı. Polad. Ara ötürməsi keçmir. Tunar Bəşirli. Süpün əks həmləsi alınmadı. Qarşılıqlı top ikisizlədik. Sabah oyuncular top ələ keçirdilər. Sağ cinatdan təhlükələmlə 7 nömrəli oyuncu zərbə indirmişdi. Daniel Bayramov keçid vermədi. Yəni bütün oyunlarda işlətdiyi bir ifadə var ki, məhz tək bu uşaqlarımız, tək bu gənclərimiz deyil. Məhz Respublika çempionatında iştirak edən bütün gənclərimiz, bütün uşaqlarımız inşallah ki, top 5 liqada çıxış etsinlər. Bu günləri xatırlasınlar, bizlər də yad etsinlər. Zəngin karyera arzu edirəm onlara. Aldar Cəmlə, Sabahın əmləsi. Polad rəqimi təqib edirdi. Ötürmək isə indirilən zərbə alınmır. Yusuf Ağayev idi bu zərbədə özünü sipər edən. Tunar Bəşirli cinab oyuncu elədi. Tunar! Yayınmışdı rəqiblərinə. Bir daha xatırlada U9 liqasının 9 yaşlar arasındakı Respublika çempionatında Koroğlu Sport Ser İdman meydançasında Süp və Sabah komandaları üz-üzədir. Görüşdə bir-birlik, bərabərlik var. Artıq yavaş-yavaş ilk hissənin sonlarına yaxınlaşırıq. Son 2 dəqiqə. Bakri, biraz kapat. Kabağa. Bakri. Polad. Yeni etirməlidir Süp oyuncuları. Bir fasilədən öncə hesabda dəyişiklik olacaqmı? Tunar Bəşirli. Tunar irəlidə ötürmə və gol! Müfəssəl qurulmuş bir cəhət İrəmlər. Qolla nəticələnir. Mən nə zaman hesab barəsində bəhs etsəm, Süp oyuncuları topu qapıdan keçirməyi bacardı. Çox gözəl kombinasiya. Nəticə də hasil oldu. Tunarın orada əzimkarlığı, mübarizəsi, təbii ki, bitiricilik öz yerində. Hansı ki, bu bir qədər əvvəl meydana daxil olan Camal Rüssəm idi. Topu qapıdan keçirməyi bacardı. 2-1 Süp oyuncuları. Artıq öndədir. Sabahın cavabı alınmadı. Süp oyuncuları fərqi 2-yə yüksəldərək daha rahat mübarizə aparmaq istəyir. Kim istədiyinə nail olacaq. İlk hissədə son epizodlar, son cəhdlər. Tunar.
7 nömrəli oyunçunun ötürməsi isə pis alınmadı. Daniyar Bayramovdan keçid yoxdur. Real qoldan. Xilas edir komandasını. Ədalət təmsilçisi də sahada nəzər yetirir. Polat Camalzadə sona qədər oynadı. Götür başla bizde. Götür. Out Sabahın. Bir ötürməsi çox kritik bir müdaxilə Polatdan. Son anda Yusuf Ağayev. Çox yerində bir müdaxilə. Yusuf Ağayev. Xilaskar rol oynadı. Səliqəli, yerində səhvsiz bir müdaxilə idi bu. Daha bir korner. U9 liqasına 9 yaşlı arasındakı Respublika çempionatı Koroğlu Sport Seri idman meydançasında Sabah kollektivi hesab açmışdı. Süp geri dönüş etdi, comeback etdi. Süpün 2-1 üstünlüyü var Sabah önündə. Altı yerinə itirilməli Heydər Paşazadə Ədalət təmsilçisi sahada nəzər yetirir. Diaqanla doğru ötürmə müdafiəçilər qarşıladı. Heydər Paşazadə üzərimizə burada topa idi müdaxilə. Ədalət təmsilçisi qayda pozuntusu qeydə alır. Epizodun bir neçə addımlığında idi. Yəqin ki, daha yaxşı gördü epizodu. Yusuf Ağayev. Zərbə imkan vermək olmaz. Endirilən zərbə Daniyar. Korner izləyək. Ötürməsi Yusuf Ağayev idi və bu ilk hissənin son epizodu, son cəhdi oldu. Bu əmrlə də Ədalət təmsilçisi 2 hissəni bitirdi. Süp fasilə 2-1 hesabı ilə öndə yollanır Sabah önündə. Heç yer ayrılmır fasilədən sonra yenidən bir yerdəyik.